as we gather to celebrate a remarkable milestone, the 20th anniversary of our Azerbaijani language classes. Happy 20 years and the anniversary of Azerbaijani language classes. Thank you very much for being here. Canada is multicultural country. What does it mean multicultural? That kind of event and that kind of reading related all Canadian society. And as you strengthen your understanding of Azerbaijani language and Azerbaijan culture, you will then have a gift. And congratulations, especially to Nazila, who, let's give her another round of applause. Ve biz bunları bilerekten, şagirdlerimize severek, məsuliyyətlə dilimizi öyrənirik. Əziz uşaqlar, sizə təşəkkür edirəm. Nə yaxşı ki varsınız. Əziz vətəndaşlar, mən ilk öncə bu fürsəti bizə verdiyinizdə iştirak edirsiniz, dəvət üçün yeganə mənziləm. Təşəkkür etmək istəyirəm. Mən bu 20 ildə burada ilk günündə əməyə keçən hər bir müəllim varsa hər gündən öz minnətdarlığımı istəyirəm, səfirliyə İlk olarak əlbəttə ki, biz ona musiqimizi tanıtdıq. Her gün sağda yuvam sənsən, evim, günüm, obam sənsən. Saçlarıma dən düşəndə, boğar, illər, aylar məni, qınamasın ellər məni. Könül istər şeir yazar, gəncləşirəm yaza. Aşmaz 5 daşlaşma aşasmış, asmışsa da biraz az asmış. Dilini itiraf halk yox olmağa məhkumdur. Birinci növbədə ana dilində öz əksini tapır. Ana dil insanın mənəvi dünyasının güzgüsü və əsrlərlə formalaşdığı zəngin xəzinəsidir. Doğma dilimiz olan Azərbaycan dili xalqımızın milli sərvətidir. 20 years is a very long time, yes or no? Yes. So ladies and gentlemen, congratulations. With your continued support and your partnership. Zərrə mənəm, günəş mənəm, tarixən çeşmənəm, surəti gör bəyan elə, çünki bəyana sığmazam. Gərçi bu gün nəsimiyəm, həşimiyəm, güneşiyəm, məndən uludur ayətim, ayət-i şanə sığmazam.
benim sen sabahımsan. Azerbaycan şanım şanım, dinledikçe doymaram, danıştıkça doymaram. Beşikdəki laylam oldun, güneş kimi mənə doğdun. Sözlərim bal şeker kimi, qəlbimə nur ışıq doldun. Nənələrin duaları, babaların yadigarı. Ana dilim canım benim, damarımda kanım benim, tarihlerden gelen sen. Today is not only a celebration of a program, it's a celebration of language, culture, identity, education, and community. Allah size Azerbaycan Halkı'nın Azerbaycan icrasına çok görmesin diye ben efendim karşınızda baş eğdim. Çok sağ olun, var olun. Hayatımıza əksər deyirəm, çox sağ olun ki, baxın belə bizim cəmiyyətlərin arasında olmuşsunuz tez-tez. Bu da çox sevindiricidir. Birliğinizi salamlıyorum, sevginizi salamlıyorum.